Deməli dostlar, desəm ki, hər kəs deyir ki, mənə bir yaxşı cihaz ver, qızılı görsün. Bəzi hallarda da insanlar deyir ki, hər kəsin adından danışma. Bəli. Belə dostlar, hər kəs də eyni ola bilməz, eyni adam da hər kəs ola bilməz. Məsələn, biz direktor kimi hər hansı bir direktoru istifadə edən zaman biz proqramlarına birinci növbədə baxacağıq ki, hansı proqramda gəzirik və həssasiyyət bölümünə diqqət yetirəcəyik ki, məsələn, bəzi hallarda insanlar həssaslığın sıfıra endirib bilməzdən bizdən qızılın görüb görmədiyini tələb eləyən zaman ki, bəli, qızılı görmür, gümüşü görmür, cihaz işləmir. Bəli, nə üçün işləmir dostlar? Çünki biz onun nəfəsini almışıq da, yəni səs çıxarda bilmir. Bunu cihazı, yəni həssaslığın torpağa görə uyğunlaşdırıb torpaqda, yəni bir səviyyəyə qədər. Məsəl üçün biz elə torpaqlar var ki, cihaz maksimum həssasiyyətdə bu formada cüyültülər verəcək. Bəzi torpaqlarda isə sakit işləyəcək dostlar. Bunlar torpaqlara görə tənzimlənir. Bir də önəmli olan torpaq ayarıdır. Torpaq ayarı nə etmək lazımdır? Burada gördüyünüz kimi bu cihazda buradadır torpaq ayarı. Bu cihazda 3 dənə fərqli torpaq ayarı var ki, həmin torpaq ayarını edib düzgün nəticə ala bilək. Biz nə edirik? Biz ən asanlığını seçirik. Avtomatik olaraq torpağı özü ayarlasın. Yəni bu cihazda da var, avtomatik ayarlayır. Düzdür, bu rahatdır. Amma bəzi hallarda bizə lazım olan torpaq ayarı ki, hansı ki biz düyməni sıxıb saxlayıb və torpağa pompalamaq şərti ilə bu formada torpağı ayarlamalıyıq. Amma burada məsələ nədir dostlar? Ayrı formada da eləmək olur bunu torpağa görə. İndi bu düzdür. Yüksək peşəkarlıq istəyir ki, məsəl üçün bu cihazdan sənin başın çıxa və torpaq ayarını düzgün edəsən. İlk öncə başlamaq üçün özünü yormayın dostlar. Məsələn, deyək ki, mən özüm də bunu məsləhət görürəm. Torpaq ayarını avtomatikə buraxırıq, özü torpağı ayarlayır. Bir müddətə qədər, yəni bəlli bir nöqtəyə qədər. Bəlli bir nöqtədən sonra cihazı tam öyrənəndən sonra, kitabını oxuyandan sonra, yəni siz %100 nəticə ala biləcəksiniz. Ünvanımız Nərimanovda yerləşir. Əliyar Əliyev küçəsi 8, Kosmos yaşayış kompleksində.